Doktor, uzun müddət ac qalmaq mədə sallanmasına səbəb olurmu? Və ümumiyyətlə mədə sallanması varsa, el arasında belə bir üsul da var, mədə çəkdirmək. Mədə çəkdirməklə bu problemi aradan qaldırmaq olurmu? Demək, uzun müddət ac qalmaq bu cürə mədə sallanması yarada bilər ki, insanda kəskin arıqlama yaranarsa, bu mədə sallanmasına səbəb ola bilər. Çünki qarının piq qatı mədəni öz vəziyyətində, yəni üfüqi vəziyyətində qalmasına şərait yaradır. Amma həddən artıq arıqlama baş verirsə, artıq qarında piq qatı minimal olur. Bu da mədəni üfüqi vəziyyətdə saxlaya bilmir, mədə şaquli vəziyyət alır və sallanmaya səbəb olur. Mədə sallanması ən çox qarın əzələlərinin, qarnın ön divarının zəifləməsinə, daxili orqanların bağlarının zəifləməsinə bağlı ola bilir. Türkçəçarə metod kimi qarına nəsə vasitə bağlayıb, Şal bağlayırlar adətən. şal bağlayıb mədəni çəkmək, bu təbii ki, bunlar türkçəçarə metodlardır. Burada ən ağır durumda əməliyyat, cərrahın əməliyyatı ilə o bağların, əzələlərin bərpası, möhkəmləndirilməsi həyata keçirilə bilər. Çox ciddi durumda qastroptoz olarsa, amma mədə sallanması çox vaxt simptomatika ciddi şikayətlər vermir. Bu zaman sadəcə düzgün qidalanma, pəhriz, yüngül dəstək müalicə bunlarla əksər insanda fayda görmək olur.